Söhbətindən doğrusu Azərbaycan ordusu ürəklə çıxıb önə, Qarabağı 44 günə düşməndən azad etdi, könülləri işad etdi. Bu igidlərdən biri Biləsuvarın şiri, qənimi olan düşmənin Salih Məcidzadənin danışım həyatından, qəmli əhvalatından. Nəriman kişinin övladı şərəflə çəkilir adı, adı əzbərdir dildə. 94-cü ildə bu hər kəsin arzusu, iyul ayın 16-sı hər kəsin zəndində o, Nəsimi kəndində o. Dünyaya gözün açmış, göydən şəfəqini saçmış, çox gözəl insan idi, cana dəyən oğlan idi. Qazanmışdı hörməti, həmişə şanı şöhrəti, böyüyə hörmət göstərən, kiçiyə məsləhət verən, o çox böyük ürəkli, xoş arzu, xoş diləkli, şir kimi oğlan idi, hamıya mehriban idi. Adı əzbərdi dildə, o 2000-ci ildə keçib əsas mətləbə, getdi orta məktəbə, seçib əsas mətləbi, bitirib orta məktəbi, böyüyüb başa çatdı, 18 yaşa çatdı, hərbi xidmətə getdi, getdi hərbi xidmətə, dayaq dursun millətə, əskərlikdə də salih, etdi hər kəsi vali, zabit və gizirlərin, bütün komandirlərin hörmətini qazandı, heç vaxt pozmadı andı, zərrə verməyib ara. O əskərlikdən sonra özünün istəyi ilə, xoş arzu diləyi ilə, hər işdə ehtiyatlı, xüsusi təyinatlı, qüvvələrdə adaldı, öz adı ilə ucaldı. Hərbinin hər dəmində, 052 sistemində, əziyyəti ilə get-gedə, bir çox hərbi hissədə xidmət etdi adıyla, fitri istedadıyla. Söyləyim davamını bil, 2016-cı il məqamında yerində, aprel döyüşlərində Salih edib cəsarət, göstərdi çox məharət, hər dəqiqə, hər anı çox sevərdi idmanı. Universal idmanda o, Azərbaycanda o, yarışlarda yer tutub, öz arzularına çatıb, vətənini çox sevərdi, sevgisini göstərərdi, gözəl qəlbi var idi, haqqa tərəfdar idi, özü də həmişə deyərdi, yəni çox istəyərdi, torpaqlar azad olsun, xalqı həmişə şad olsun. O hər döyüşdən sonra verməyib heç bir ara, tez evə zəng edərdi, yaxşılıqdır deyərdi, çox savadlı gənc idi, istedadlı gənc idi, komandanlığa qədər hər bir kəs bilirdilər Salihin cəsarətin, döyüşdə məharətin, döyüşdə hər yerdə o, bir çox döyüşlərdə o, deyib Allah ya Əli, daimi getdi irəli, Cəbrayıl Füzulidə, Xocavənd Kəlbəcərdə, işlədərək fəndlərin, rayonların, kəndlərin azad olunmasında, yəni alınmasında, böyük göstərib hünər, böyük hünər göstərib, xalqına dəyər verib, döyüşdə Salih yazıq, düşmanın ondan artıq, texnikasını məhv edib, irəliyə ancaq gedib, döyüşərkən sonunda, Cəbrayıl rayonunda, yenə göstərdi hünər, canını etdi sipər, vətənini sevdi igid, vətən üçün oldu şəhid, ruhuna rəhmət olsun, məkanı cənnət olsun, dastan oldu hər eldə, 2020-ci ildə doğulub başa çatdığı, yüksək yaşa çatdığı, doğma Biləsuvarda, Nəsimi kənd diyarda, çox böyük izdihamla, ən uca bir məqamla, bükülərkən bayrağa, dəfn olundu torpağa, qəlbimi
Yerimiz oldu yara. Onun ölümünden sonra o böyük eksen ile, o böyük ehsen ile, o bayrak ordeniyle bütün bu regionların, alınan rayonların azad olunması için medallarıyla o gün teltif olundu Salih, tarif olundu Salih. Ey gitsene sen, tarihi yazmısan sen, seni unutmarıq biz, yaddan çıkarmarıq biz, seni unutmarıq biz, yaddan çıkarmarıq biz.